Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışı 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunur. Qonağımızla birgə inklüzivlik, stereotiplərin aradan qaldırılması və əlçatanlığın artırılması mövzularını müzakirə edəcəyik. Bu gün sizinlə mən, Gənc Avropa səfiri Jalə Əsədzadə və hüquqşünas və paralimpiyaçı Vüsalə Kərimova olacaq. Vüsalə xanım, xoş gəlmisiniz. Sizi studiyamızda görmək çox xoşdur. İstəyərdim ki, ilk öncə sizin öz hekayənizdən başlayaq. Həyatınızda bir çox uğurlar, nailiyyətlər əldə etmisiniz və maraqlıdır ki, sizin üçün ən qürur verici olan nailiyyətlər hansılardır və bunlar sizin peşəkar və şəxsi həyatınızın formalaşmasında necə rol oynayıb? Təşəkkür edirəm dəvət üçün. Öncəliklə onu demək istərdim ki, əlilliyi olan hər bir şəxsin ən birinci uğuru onun müstəqilliyinin tam təmin edilməsidir. Yəni müstəqil həyatının təmin edilməsi və təbii ki, cəmiyyətə inteqrasiya olunması deməkdir. Bu da paralelində digər əlilliyi olan şəxslərə motivasiya deməkdir. Mən 15 yaşım olanda əlil statusuna malik olmuşam. Çünki məhz aldığım zədədən sonra, onurğa sütunundan aldığım zədədən sonra yerimə qabiliyyətimi itirdim və bir daha yeriyə bilmədim. Mən düşünürdüm ki, həyatın sonudur. Hətta deyəndə ki, bir daha yeriyə bilməyəcəksən, təzə vaxtlarda yəni bu cümləyə inanmaq istəmirdim. Yəni düşünürdüm ki, mən nə vaxtsa mütləq yeriyəcəm. Yəni müxtəlif belə deyək, üzərimdə müxtəlif terapiyalardan sonra, müxtəlif müalicələrdən sonra mən mütləq yeriyəcəm. Lakin ilk işim bundan sonra kompüter almaq oldu. Yəni mənə kompüter hədiyyə etdilər və mən kompüter əldə etdikdən sonra orada öz travmam, öz zədəm barədə məlumatlar toplamağa başladım. Çox acı da olsa və mən onda öyrəndim ki, mənim yeriməyim bundan sonra yəni çox çətindir. Təbii ki, tibbdə bir belə deyək də yüksəliş olmasa və yaxud da bir möcüzə baş verməsə, mənim yeriməyim indiki dövr üçün mümkün deyil. Ona görə mən düşündüm ki, madam ki, mən yeriyə bilmirəm, amma mənim arzularım yarım qalıb, hansı ki, mən ali məktəbə hazırlaşırdım yıxıldığım ildə. Və mən dedim ki, mən mütləq bu arzularımı həyata keçirməliyəm. Çünki mən ali məktəbə daxil olmaq istəyirdim, çalışmaq istəyirdim. Ən böyük arzularımdan biri avtomobil idarə eləmək idi. Və mən dedim ki, mütləq arzularımın arxasınca gedəcəm. Niyə yarım qalsınlar? Və bunun üçün çox uzun yol keçdim təbii ki. Yəni deyə bilmərəm ki, o dəqiqə əllər obasına oturdum və cəmiyyətə qarışdım. Və beləliklə mən ilk dəfə başladım idmana, paralimpiya komitəsinə üzv oldum. Müxtəlif idman növlərində öz gücümü sınadım, güllə atdım. Sonra paralimpiya idman növü olan qılınc oynatma idman növü ilə məşğul oldum. Hətta inanırsınız, mən əllər arabasında rəqs etməyə başladım. 2012-ci ildə qulağıma çatırdı. Bəziləri deyirdi ki, bu nədir? Bəziləri məzə kimi baxırdı ki, yəni əllər arabasında nə rəqsi? Bəziləri yuxarıdan aşağı baxırdı. Bəziləri deyirdi ki, qız hara, əllər arabası hara, rəqs etmək hara. Yəni bunları hamısını özümdə də hiss edirdim. Təzə vaxtlarda biraz çəkinsəm də, lakin öz yolumdan dönmədim və mən Latin Amerika proqramında əllər arabasında idman rəqslərlə məşğul oldum. Müxtəlif beynəlxalq yarışların həm iştirakçısı, həm də qalibi oldum. Hətta ən böyük nailiyyətim Qitələr Kubokunu öz tərəf müqavilimlə bərabər Azərbaycana, yəni öz ölkəmizə gətirməyə müəssər olduq. Və düşünün ki, mən ekstremal idman növlərində düşünürdüm ki, bir daha heç vaxt yəni öz gücümü sınaya bilməyəcəm əllər arabasına oturduqdan sonra, amma ekstremal idman növlərində də öz gücümü sınadım. Müxtəlif illərdə paraşütlə atlayaraq 4 kilometr, yəni 4000 metrə yüksəklikdən atlayaraq paraşütçü şəhadətnaməsinə də layiq görülmüşəm. Yəni bir də şəhadətnaməm də var bununla bağlı. Və bütün bunlardan əlavə hal-hazırda dondurulmuş magistr pilləsindəyəm. Ana olmağımla əlaqədar olaraq və öz ixtisasım üzrə işləməyə, çalışmağa başladım. Azərbaycanın cənab prezidentin qeyd etdiyi kimi brendi olan Asan Xidmət Mərkəzində çalışmağa başladım. Əvvəlcə məlumat köşkü əməkdaşı olaraq, sonra ali təhsilimi başa vurduqdan sonra hüquqşünas ixtisası üzrə və təbii ki, hər şey öz axarı ilə gedirdi və Vətən müharibəsi
iştirakçısı, veteranım qarşıma çıxana qədər mən yəni Vaqiflə tanış olduğumuzda müharibə təzə bitmişdi. Yəni düşündüm böyük Vətən müharibəsinin iştirakçısıyla, yəni veteranı ilə ailə həyatı qurdum. Hal-hazırda 2 övladımız var, bir qızımız, bir oğlumuz var. Və düşünürəm ki, yəni sadəcə istədim və öz yoluma davam etdim. İstərdim ki, bütün əlilliyi olan şəxslər, istər anadan gəlmə olsun, istər sonradan bu əlillik qazanılmış olsun. Yəni istərdim ki, heç vaxt pis etməsinlər, öz olduqları yerdə qalmasınlar, mütləq hərəkətdə olsunlar, həm mənəvi şəkildə, həm fiziki formada. Öz arzularının arxasınca getsinlər və mütləq qarşılarına məqsəd qoysunlar və bu məqsədə doğru getsinlər. Mən yəni əmin olun ki, mütləq yəni hər kəsə aid təbii ki, təkcə əlilliyi olan şəxslərə yox. Yəni kim ki qarşısına məqsəd qoyur və onu istəyirsə, mütləq ona nail olacaqdır. Və mən burdan bütün təkcə əlilliyi olan şəxslərə yox, onların ətrafındakı olan insanlara, ailə üzvlərinə də istərdim qeyd edim ki, onlar ailələrindəki, ətrafında, yaxınlardakı o insanlara dəstək olsunlar. Bəzən onlar pessimistliyə qapıla bilərlər, mənfi fikirlərə qapıla bilərlər, amma buna icazə verməsinlər. Həmişə onların yanında olsunlar və öz dəstəklərini əsirgəməsinlər. Çox gözəl. Həqiqətən də çox ilham verici təcrübələr idi və bunu bölüşdüyünüz üçün çox minnətdarıq. Düşünürəm ki, bir çoxlarımız sizin qətiyyətinizə, iradənizə heyran qalırıq və əminəm ki, bu yolda bir çox çətinliklərlə də üzləşmisiniz. Maraqlıdır ki, bu çətinliklər sizə inklüzivlik barədə nələr öyrədib və daha inklüziv bir cəmiyyətə çata bilmək üçün necə məsləhətlər verərdiniz? Həmin bu qeyd etdiyiniz qətiyyət, iradə ilə həmin bu çətinliklərin içərisində formalaşıb. Təbii ki, heç kəs güclü doğulmur, güclü olurlar deyə düşünürəm. Mənim də keçdiyim bu yollar, bu çətinlik mənim üçün inklüzivliyin ən praktik görülməsi üçün yaxşı şans yaradıb deyərdim. Təbii ki, hər şeyi qıraqdan baxmaq daha rahatdır, amma onu yaşamaq daha çətindir. Düşünürəm ki, inklüzivlik qıraqdan alınan bir şey deyil. Onu həm də insan özü formalaşdırmalıdır. Yəni heç kəs gətirib vermir ki, bu inklüzivlikdir, al bu sənin olsun. Onun üçün düşünürəm ki, təkcə hər şeyi ətrafdan yox, insanlar özlərində də axtarmalıdırlar. Və təbii ki, istər dövlətin dəstəyi ilə, istər digər belə deyək, özəl şirkətlərin dəstəyi ilə inklüzivliyin belə deyək, əlçatan olması üçün çalışmaq lazımdır. Biz bu inklüzivliyi formalaşdırarkən düşünürəm günümüzdə hələ də ən vacib problemlərdən biri stereotiplərdir. Məncə siz də bu stereotiplərlə, yanlış təsəvvürlərlə qarşılaşmısınız gündəlik həyatınızda. Maraqlıdır ki, bu kimi hallarla qarşılaşanda bunları aradan qaldırılması üçün necə addımlar atırsınız? Həmin bu stereotipləri aradan qaldırmaq üçün öz yaşayışımla nümunə oluram. Belə ki, qıraqdan düşünən hər bir insan deməzdim, yəni çoxluq, yəni əlilliyi olan şəxsdir, onsuz da bacarmaz, onsuz da yəni məhdud insandır deyə düşünürlər. Amma biz öz yaşayışımızla, yəni aktiv olan əlilliyi olan şəxsləri nəzərdə tuturam, aktiv həyatları ilə onlara göstərirlər ki, həmin o düşüncədə olan insanlara göstərirlər ki, həqiqətən də həmin onların düşüncələri sadəcə təsəvvürlərdədir. Mən də öz adıma deyə bilərəm ki, ən böyük arzularımdan və hədəflərimdən biri ali təhsil almaq idi. Ali təhsilimi aldıqdan sonra öz peşəm üzrə, öz ixtisasım üzrə çalışmaq idi ki, hansı ki bunlara artıq nail olmuşam. Peşəkar idmanda öz gücümü sınamaq idi. Təbii ki, həmişə qalib olmamışam. Müxtəlif illərdə, müxtəlif ölkələrdə beynəlxalq yarışlara qatılmışam. Bir dəfə qalib gəlmişəm, 3 dəfə məğlubiyyətə düçar olmuşam. Amma bunlar mənim yıxılmağıma səbəb olmayıb, əksinə daha da güclənməyimə səbəb olub. Və düşünürəm ki, yəni heç bir insan həmişə qalibiyyətlə üzləşmir. Yəni mütləq məğlubiyyətlə üzləşir və bu məğlubiyyətlərdən də güc alaraq daha da yoluna yeni enerji ilə davam edir. Və ona görə də düşünürəm ki, biz və bizim kimi insanlar öz gücümüzlə, öz həyat tərzimizlə digər insanlara sübut edirik ki, yəni təbii ki, stereotipi olan insanlara sübut edirik ki, biz bunları bacardıq.
Bəs siz əlçatanlıq barədə iş yerlərinin, ictimai mərkəzlərin, müəssisələrin nə kimi addımlar ata biləcəyini, nə kimi tədbirlər görə biləcəyini düşünürsüz ki, bunlar bizi daha əlçatan inklüziv cəmiyyətə aparsın? Təbii ki, qıraqdan danışmaq asandır. Yəni ki, əlilliyi olan şəxslər elə insanlar var ki, onlar üçün bu şərait qurulmayıb. Yəni bəlkə də özləri üçün qurmayıblar, bəlkə də kənar şəxslər onun üçün qurmayıb bu şəraiti. Və ona görə istərdim ki, keçən illərə onu da qeyd edim ki, keçən illərə baxanda artıq ölkəmizdə, şəhərimizdə çox işlər görülüb bu barədə. Yəni əvvəllər belə deyək, avtobusdan, ictimai nəqliyyat olan avtobusdan istifadə etmək demək olar ki, mümkün deyildi. Amma indi düşünürəm ki, bu problemlər yavaş-yavaş aradan qalxmağa başlayıb. Düzdür, qarşımızda daha çox yol var. Mən özüm də onu qeyd etmək istərdim ki, Amerika proqramı, Açıq Dünya proqramının məzunuyam və mən də elə belə deyək də bu mövzuda Amerikada səfərdə olmuşam və bəli, oradakı belə deyək, əlilliyi olan şəxslərin həyatları, onların inklüzivliyi barədə məlumatlar toplamışam. Təbii ki, orada geri döndükdən sonra da öz üzərimdə və digər ətrafımdakı digər əlilliyi olan şəxslər üzərində də tətbiq etməyə çalışmışam yaxşı tərəfə. Və ona görə istərdim ki, istər dövlət binaları olsun, istər ictimai iaşə obyektləri olsun, bütün ictimai yerlər fərqi yoxdur, özəl sektor olsun. İstərdim ki, əlilliyi olan şəxsləri də nəzərə alsınlar, hətta binanın tam təməlinin qoyulduğu vaxtdan xüsusi panduslarla, rampalarla təmin olunsun həmin o obyektlər, həmin idarələr. Gözdən əlilliyi olan şəxslər üçün, yəni görmə məhdudiyyəti olan şəxslər üçün xüsusi nəinki vizual, həm də səsli məlumatlandırma sistemi olsun, fərdi yanaşılsın hər bir şəxsə, hətta sanitar qovşaqlar da qeyd etmək istəyirəm. Çünki bəzən elə bir müəssisəyə daxil olursan, orada bütün hər şey yəni mükəmməldir əlilliyi olan şəxslər üçün, lakin sanitar qovşaq yəni təmin olunmayıb, yəni əlilliyi olan şəxslər üçün. Ona görə istərdim ki, bu mövzuya hər tərəfli baxılsın və sonda da onu qeyd etmək istərdim ki, bu mövzuda Azərbaycan Respublikasının konstitusiyasında necə qeyd olunubsa ki, sağlamlığı və fiziki hərəkətləri məhdud insanlar da bərabər hüquqlu cəmiyyətin üzvləri olduqları kimi, bərabər imkan və hüquqlardan da istifadə etmək hüququna malikdirlər. Ona görə istərdim ki, bu maddəyə, bərabərlik hüququ maddəsinə hər kəs tərəfindən əməl olunsun. O zaman düşünürəm ki, əlillik anlayışı deyilən bir şey qalmayacaq. Yəni biz sizdən biri olacağıq, siz də bizdən biriniz olacaqsınız. Razıyam və düşünürəm ki, sizin də qeyd elədiyiniz kimi konstitusiya çərçivəsində, qanunvericilik çərçivəsində çox yaxşı tənzimləmələr var. Hətta bunun haqqında səhv eləmirəmsə 2005-ci il Nazirlər Kabinetində qərarı var. Orada tam olaraq detallı formada icra mexanizmi də göstərilib. Sosial yardıma ehtiyacı olan şəxslər qismində əlilliyi olan şəxslərin iş yeri ilə təmin olunması barədə və dövlət məcburi olaraq əslində kvotalar müəyyənləşdirilib və kvotaları, sayı, iş müəssisələrinin bunun necə əməl edilməsi çox yaxşı bir tənzimləmə qoyub ortaya. Düşünürəm ki, yəni iş yerləri tərəfindən, müəssisələr tərəfindən buna icra olunduğu tədbirdə bizi bu inklüzivlik barəsində bir yox, hətta bir neçə addım önə aparacaq bir tədbirdir. Sonda bu tənzimləmələrdən də danışmışkən mən qeyd eləmək istərdim Beynəlxalq Əlilliyi olan Şəxslər Gününü, hansı ki, hər il 3 dekabrda qeyd olunur və bu ilin də mövzusu sosial tərəqqinin inkişafı üçün əlilliyi nəzərə alan inklüziv cəmiyyətlərin qurulmasıdır. Sizin üçün bu ümumiyyətlə nə ifadə eləyir və hansı mesajı, hansı ideyanı əlavə etmək istərdiniz? Təbii ki, sosial tərəqqi əlilliyi olan şəxslər nəzərə alındıqda mümkündür. Bayaq da qeyd etdiyim kimi istərdim ki, bütün dövlət müəssisələrində, bütün ictimai yerlərdə əlilliyi olan şəxslər nəzərə alınsın, onlara fərdi yanaşılsın, inklüzivlik təmin olunsun. Və təbii ki, burada sadəcə hər şeyi kənardan istəmək yox, əlillərin də üstünə pay düşür. İstərdim ki, əlilliyi olan şəxslər də, yəni fiziki hərəkətləri məhdud bütün insanlar həmin bu sosial tərəqqinin formalaşmasında, yəni həmin bu inklüzivliyin formalaşmasında iştirak etsinlər. Mütləq onlar özlərinə qapanıb evdə oturmasınlar. Onlar mütləq cəmiyyətə qarışmalıdırlar, inteqrasiya olmalıdırlar ki, yəni bizi qıraqdan görsünlər və bizim kimi şəxslər üçün müvafiq şəraitlər yaradılsın. Və bu gün təbii ki, onu da qeyd etmək istərdim ki, bu gün bayram kimi yox,
Yəni bəzi insanlar bunu 50 il olan şəxslərin bayram günü kimi qeyd edir. Amma mən hətta bu günü belə adlandırardım. Demək 3 dekabr 50 il olan şəxslərin müdafiəsi günü. Onları dinləmə günü hətta adlandırardım. Çünki istərdim ki, fiziki hərəkətləri məhdud insanları təkcə yəni il boyu əslində lazımdır, amma ən azından bu gün yəni dinləsinlər, onların problemləri ilə məşğul olsunlar və onların çətinlikləri, getdikləri yolda onlara işıq tutsunlar. Vüsalə xanım, bir daha təşəkkür edirik sizə gəldiyiniz üçün, ideyalarınızı, təcrübələrinizi bizimlə bölüşdüyünüz üçün. Mən təşəkkür edirəm dəvət üçün. Uğurlar arzu edirəm. Çox sağ olun. Avropa Dalğası podkastını izlədiyiniz üçün təşəkkür edirik. Ümid edirəm ki, hər biriniz üçün maraqlı və faydalı bir buraxılış oldu. Növbəti podkast buraxılışlarımızda görüşənədək.